Rəşad qardaş, Qamət hər dəfə dərslərində deyir ki, Rəşad bu Adilin məsələlərini ən birinci bilənlərdən də, amma demir də, susur. Yəni bu da onun elə mənhəci xarablığı elə budur da. Yəni ümumiyyətlə budur da. Yəni belə bir məsələ varmı? Ümumiyyətlə nədir də o, yəni ki, bilirsiniz, demirsiniz. Belə şey varmı? Bax qardaşım, biz hər dəfə deyirik ki, bunların indiki tutduğu mənhəc Əhlüsünnənin mənhəci deyil. Baxıram ki, gecə-gündüz mənhəc qışqıranlar Əhlüsünnənin, Sələfi Salihin mənhəci, bidət əhli ilə onlar necə rəftar ediblər, necə müamilə ediblər, mənhəc qışqıranlar. Baxıram ki, nədənsə bu mənhəc söhbəti məsələsi varlı, imkanlı qardaşlara aid edilməyib. Görürəm axı, Emil, şahid oluram bu məsələnin. Və bu yandan da bunu görürəm. Mənhəcə çağıranları. Bu yandan da tətbiqi görürəm. Tətbiq bildiniz də, necə yerinə yetirirlər, necə rəftar edirlər, tətbiq, əməli. Baxıram ki, bunların şeyxi gecə-gündüz mənhəc qışqırır, amma tətbiq o deyil. Şahid oluram gözlərimlə. Tətbiq o yetim, miskin qardaşlar var, pulu olmayanlar o mənada. Nədənsə onların başında çartlayıb. Məsciddə görür səni 10 metr yan keçir. Pulu olmayanlar. Pullu adam, varlı, yaxud şöhrətli, yaxud adsanlı, məsələn, idmançıdır, tanınır da. O pullu qardaşlar, mənə qulaq asanlar, Adilə qulaq asan və s. başqa tələbələr hansı ki, onların şeyxi cərh edir, onları görəndə öpüşüb görüşürlər. Toylarında da iştirak edirlər, məclislərində də, əlaqələri də var, hər şey normaldır, heç nə olmamış kimi. Görürəm bunu. Halbuki görüşməli deyil. Halbuki görüşməli deyil. Niyə mənim başımda çartlayıb? Niyə onunla eyni rəftarı edə bilmirsən? Bunu mən görürəm deyə mən bunu dedim. Bir neçə gün bundan qabaq dedim ki, bu belə olmur. Və bu dəlalət edir ki, bunların tutduğu yol səmimi deyil. Sən demə, ortada mənhəc söhbəti deyil. İndi başa düşdünüz, o dərsi nəyə görə vermişəm? Yəni, o mövzuda nəyə görə danışmışam? Demək istəyirəm ki, sizə, qardaşlarıma, ey qardaşlarım, bunların dərdi, mənhəc həqiqətdə o deyil, yəni. Din söhbəti deyil. Kişi mənhəcin dərdini çəkir, narahat olub. Birdən mənə salam verərlər, yolumu azmışam, birdən mənə salam verir, mən azdıraram onu, belə bu kimi şeylər. Bu deyil. Budursa, bunlarla da elə eyni rəftarı. Orada bir məsələn qeyd edir, Emil, təsəvvür elə. İnsan, görmüsünüz, o bir söz var, insanın içi qurtlu olanda. Qurtludur içi, xəbisdir. Emil, yadıma sal, o dərsdə dedim ki, 8 ildir qardaş, nə qədər çıxıb deyərləri, analar ağlar qoymusan, analar ağlar qoymusan, analar ağlar qoymusan. Nə qədər deyərlər bu sözü? Bu, məlumdur da, bu söz kimə deyib? Analar ağlar qoymusan, yəni sən göndərmirsən cəmaatın uşaqlarını cihad adından, Əlxan Musayevdən gedir də söhbət. Göndərmirsən, qırılıb orada analar ağları qoymusan, düzdür? Məlumdur kim deyir də bu sözü. Mən bunu misal çəkmişəm də. Gör, insan o qədər qurtludur ki, içi, o qədər xəbisdir ki, buradan bilirsiniz nə istinbat edib? Sizlə nə istinbat edib? Nə çıxardıb? Vallahi istinbatına bax. Deyir, bilmirəm, deyir, dəqiq tuta bilmirəm. Deyəsən, Əlxan Musayevlə münasibəti düzəlib. Nə əlaqələri var, deyir.
deyəsən münasibəti yaxşılaşmağı doğrudur, yoxsa təzə münasibət qururlar, nəsə ünsiyyətləri filan. Buradan bu istinbatı çıxardım. Ən axırıncı çıxarılan şey çıxarsa bu çıxardardı, o da çıxartdı yəni. Təsəvvür eləyin axı, o insan görə nə qədər xəbisdir yəni.